minus 1 düsturu var. Demiş bir dəfə verəcəksiniz 10-cu həddədə. Bir dəfə verin 10. 12 vuraq 10 çıxılsın 10'un kvadratı. 120 çıx 100 eləyir 20. Bir dəfə də müəllimlər verək 9. 9 versək 12 vur 9 çıx 9'un kvadratı. Eləyir 108 çıx 81. O da eləyir nə qədər? 27. Şimdi bunlar bir-birindən çıxmaq lazımdır. 20 çıxaq 27 cavab eləyir -7. Yəni B variantı. Sonra baxaq növbəti sualımıza. Deyir BM şüası ABC-nin tənbölənidir. Müəllimə həmişə doğrudur bu yol. Bəli, müəllimə SN bir düstur var. Əla doğrudur. Əla üsul deyil bu. Bəli, bu düsturdur. Bir dəfə özü, bir dəfə də bir əskiyini qoyursan tapılır. BM şüası ABC-nin tənbölənidir. BM şüası isə MBC-nin tənbölənidir. Bu bir dəqiqə. Bax. B'nin şüası MBC'nin tənbölənidir. İndi bir dəqiqə. MBN 30 dərəcə. MBN. Bura 30. İndi mənə deyir ki, B'nin şüası MBC'nin tənbölənidir. Burada 34'dür. Sonra deyir ki, B'nin şüası MBC'nin tənbölənidir. BM isə ABC'nin tənbölənidir. Onda burada vur 68. Bütün ABC'ni soruşduğuna göre 68 vuraq 2. 136. Neyse. Sonra deyir bu tənliyi həll edin. Yadınıza gəlirsə o günləri bu tipdən bir dənəsi eləmişdi ya. 2 üstündə 2 plus x-a belə bir şey yazmamışdıq mı? 2'nin kvadratı vuraq 2 üstü x. Yəni 2'nin kvadratı 4 dənə 2 üstü x. Bir dənə yazmışdıq bundan. Bir dənə 2 üstü x bərabərdir 20. 4 dənə 2 üstü x-la bir dənə 2 üstü x-i toplayırsan eləyir 5 dənə 2 üstü x bərabərdir 20'yə. Oradan da alırıq ki 2 üstü x bərabərdir 20'ni 5'e bölsə eləyir 4. 4 də 2'nin kvadratıdır. X bərabərdir 2'yə. Bizə nə istəyirdi orada? Gələn x istəyirdi də 2. Mənlər 29-cu sual biraz sizə gülməli gəlsin. Keçən ildə bu tipdən düşmüşdü də. X, Y hasını istəyir. Gəlin yuxarını 2'yə vuraq. 14. Tərəf-tərəfə toplayaq. 3x bərabərdir 15'ə. X-iniz oldu nə? 5. X-iniz 5-dirsə 5 minus 2y bərabərdir 1'ə. Buradan da alsız 2y bərabərdir 4'ə. Y-imiz oldu 2. X vuraq y. X vuraq y bərabərdir 5 vuraq 2'yə. O da eləyir neçə? 10. Bizə nə istəyirdi orada? Cavab 10'dur da. Yəni orada 2'yə vurma. Arzu müəllim, orada 2x-i 2'yə vuranda 4x eləyir. Qoyacağım. Hə, bunu vurmadım. Ay, deyirəm də, hadisi səhv elədim. Ay, yaşayın. 2'yə vurursan 4x, 2y 14. Hə, indi düz oldu. 15x bərabərdir 15'e deyirəm də, harada sizə var. X düşdü. Yəni, bura 3 qoysan, y-də 1'dir. 3 vur 1, 3. 30-cu suala baxacağım. Aşağıdakı bir hədlərin neçəsini bir hədinin kvadratı şəklində göstərmək olar. Hə, nəysə kvadratı şəklində olsun da bir dənə seçək. Hansıdır? Bunu eləmək olar. 0,6, a üstü 3, b üstü 4. 3, bir də 9, bir də 4'də 1. Bir bunu da eləmək, yox, bunu eləmək olmaz. Bunu eləmək olar. Bunu eləmək olar. Mənfini qabağa çıxartsaq. Başqa hansı eləmək olar? Bir dənə də 5-cini də eləmək olar müəllimə. Müəllimə 4-cünü də eləmək olardı. 4-cünü eləmək olar. Qocurum orada, yox olmaz mənim orada 3 var üstündə. Olmaz. Burada 3'dür. Nə olar? Kod yaratmayın da. Burada 3'dür. Bir nəfər danışsın. Əgər sahibim varsa deyin zəhmət olursa. Amma hamı danışanda qarşı. Biri burada da olar. Birin burada. Birin də burada da. 3 dənə. 3 dənə. Bu da olar. Əslində bu da olar. Bax, bizə dəqiqə A üstü yox, olmaz. Nədir problem müəllimlər? Deyin. Orada niyə 3'ü götürdü yardım ama mənfi 25'i götürdü? Götürürük də mənfini qabağa tulla. 5'in kvadratı 5 vuraq. A vuraq B. Belə yazılmaz. Yaza bilərik değil mi? Mənfini qabağa tullayarım. Nə var? 3 dənə. 3 dənə. Sonra
Yəni eləmək olar da, mən mənfinin qabağına çıxarmışdım. Burada da, Dördüncü. bəli, buyurun, sağ olun. 9'unda niye mənfini qabaq atıb 9'u 3 götürmədik? Dördüncüdə, Bir, mənim B-nin kubudur, axı B-nin kubunu göstərə bilməm. Başlayın. Narahat olmuyorsun. Sinüs x, kosinüs x. Bu əslində 2'də 1 sinüs 2x deməkdir. Heç lazım deyil o. Ortaq vuruğu çıxardacağım. Ona ehtiyac yoxdur. Sinüs x-i çıxardıram. Yerdə qalır kosinüs x. Üstə gəl 2. Bərabərdir 0-a. Mənlər hər birini ayırardıqda 0-a bərabər edirsən. Kosinüs x üstə gəl 2 bərabərdir 0. Buradan alırıq kosinüs x bərabərdir -2'ye. Bu kənar köçdü. Bir dəfə də sinüs x bərabərdir 0 qoyuruq. Sinüs 0'ı harda alır? 180'də 360. Pi dövrdən bir də. 90'da. Deməli, x bərabər 90'da alır ayvermə. 90'da 1 alır. 0 0'da. üstə gəlsin pi k. Gör harda var pi k? D variantı. Pikanı almış. Sonra gəlin baxaq buna. Baxın, deməli adi toxunandır. Bunlar işləmişik Gülşahinə müəllimə. Məncə bunun oxşarını işləmişik. Yox, bunu işləməmişik. Bunun oxşarını işləmişik. Mən işlədik. Müəllim, bəzi misallar təkrarlanıbdır. Bəzi misallar var içində Bilirsiniz niyə? təkrar. AB variantıdır da ona görə. Bəli, 2 misal təkrarlanır və salam. Hədəf şu da. O da bilirsiniz nəyə görə? AB variantları da müxtəlif illərin qəbul. Mən elə qarşı qonşulamışıq. Yox. AD toxunandır. AB vətənin uzunluğu 12'dir. Bura 12 olsun. BAD 30'dur. Bura 30'dursa bura 60 dərəcədir. Məndən nəsə yoxdur. Çevrənin radiusunu tap. Mənlər baxın bir də deyirəm. Vətənin uzunluğu 12'dir. BAD 30'dur. Nəysə. Bunu da buradan çəkək bir dənə. Bu olsun perpendikulyar. Bunu buradan çəkək. 60 dərəcədirsə mərkəzi bucaqda 60'dır. Radiuslar bir-birinə bərabərdir müəllimlər. Bura 12 idisə elə radiuslar da 12-12'dir. Cavab D variantı. Deyəsən bu sual təkrar idi. Bax, geçən dəfə var idi. Sonra 33'də sadələşdirin deyir. Sadələşdirək də müəllimlər. Sinüs kvadrat alfa üstə gəlsin. Sinüs kvadrat alfa kosinüs kvadrat alfa üstə gəl kosinüs 4. Bu nəyəsə oxşayır qoy görüm. Belə bir şey yaza bilərəmmi? Sinüs alfa üstə gələk. Bəli. Bax, bu ilə bunu çıxardaq. Kosinüs kvadratını çıxartsaq alfanı. Yerdə qalacaq sinüs kvadrat alfa. Üstə gələk kosinüs kvadrat alfa. Çünki axırıncıda birincidən bir şey alınmadı da. Bu da eləyir 1. Qıraqda da bizi gözləyir sinüs kvadrat alfa. Üstə gələk kosinüs kvadrat alfa. O da eləyir 1. Bütün misalın cavabı 1. 1. Sonra gedək 34'ə. Deyir funksiyasının ibtidai funksiyasını tapın. Müəllimlər, indi mən üzrlü sayın. Bizim sinüs alfa vuraq kosinüs betanın hasildən cəmə keçmə düsturumuz var idi. O necə idi? 2'də 1 vurulsun. Sinüs hasildən cəmə keçir. Bir də səbəb olun. 2'də 1 sinüs alfa plus beta. Yəni x üstə gəl 3x eləyir sinüs 4x üstə gəlinsin. Deməli sinüs alfa minus beta. O da x minus 3x eləyir -2x. Mənfini tulluyur qabağa. Sinüs 2x. Elə məmlər. Nəysə, gedək bunun ibtidai funksiyasını tapaq. 2'də 1 sinüs 4x'in ibtidai funksiyası nəyin törəməsi sinüs 4x olubdur? Mənfi kosinüs 4x'in elə. Mənfi kosinüs 4x. Təzədən bir dənə də k'ya bölürük. Böl 4. Aha. Çıxılsın. Nəyin törəməsi sinüs 2x olubdur? Burada yazaq. Mənfi kosinüs. Mənfini verirəm qabağa. Mənfi kosinüs 2x böl 2. Deməli cavabımız belə olur.
kosinus 2x böl 4 sıxılsın kosinus 4x böl 8. Varmı belə bir şey? Üstə gəlsin S. Var da mənlər. Bu da A variantı. Gördünüz? Yəni orada xatirdən cəmə keçmək lazım idi ki, onun ibtidai funksiyasını tapa bilərsiniz. Yəni bir sözlə düsturu bilən keçir. Bilməyən yox. Bax, bu düşən məşhur suallardan biridir. 35. Deyir ki, Deyəsəm sertifikasiyada düşmüşdü. hə, bu tip şey düşürməm. Katetləri 3 və 4 olan düzbucaqlı düzən kiçik katet ətrafında, kiçik katet hansıdır? Bax, bu da. Kiçik katet ətrafında fırlanmasından alınan fiqur. Bax, təsəvvür edin, bunu fırladırsınız, belə bir şey alırsınız da. Bunun ətrafında fırlanır. Belə çıxır da mənimlər, elə. Tam səthinin sahəsini tapın. Bura 3'dür, bura 4'dür, bura 5'dir. Bura da 4'dür. Tam səthinin sahəsi, oturacağının sahəsi eləyir ona, deməli, 64 pi, bir dəqiqə, alınmasından alınan fiqurun tam sahəsi, konus alınır da müəllimlər. Konusun tam sahəsinin sahəsi nə verirdi bizə? Oturacağının sahəsi, ya da düzdür. Pi r kvadratı üstə gəl pi r l idi də müəllimlər. Pi r l. L də bunun bu tərəfidir də. Bu da eləyir 4 vur 5 vur pi. Cavab 36 pi. Almışdınız 36 pi kvadrat santimetr. Tamam mı? Bəli. Aysa. Bəli, müəllim. Bizə sertifikasiya düşmüş, deyin əzbərləmişik. Ha, bu tip sual. Ona görə Müəllimə bir dənə zəhmət olmasa qayıdardınız onu screen eləyərdim də. yaxşı. Buyurun. Çox sağ olun müəllim. Buyurun. Sonra 36'ya baxaq. Deyir ki, y bərabər yuxarı küçəgər B funksiyasının qrafikinə görə K və B-nin işarəsini müəyyən edin. Məmlər, B bilirsiniz də yuxarı aşağı sürüşməni göstərir. B yuxarıdadırsa müsbətdir. Eləmi? Amma K-mız deməli birinci süncürübdən keçib də, o da müsbətdir. İkisi də müsbətdir variantı. Asan bir şeydir. Sonra M1 parçasının orta nöqtəsinin koordinatları. Məmlər, orta nöqtə deyəndə nə edirlər? Toplayırlar, 2'yə bölürlər. Mənfi 4 ilə 2'ni toplayırsan, mənfi 2, 2'yə böldün, mənfi 1. 7 ilə 3'ü toplayırsan 10, 2'yə bölürsən 5. Mənfi 1 ilə 5'yə variantı. Keçəyin sağa. Burada hesablama misallarını eləməyin. Məsələn, bax, 39 eləməyin lazımdır. Solu eləyin getsin mənimlər. Sol tərəfi. Əslində sertifikasiyada elə bu tip suallar gəlmişdi də mənimlər. Elə bu idi da bu tiplər. Rəqəmlər dəyişmişlər. Bir də ehtimal müasir suallar idi. Keçmişdə ehtimal olmayı baxaq kitablarda. Yazın 114. Toxunanın tənliyi xatırlayaq. Toxunanın tənliyi nə idi? Özü, belə bir şey yazmışdıq da müəllimlər. Özü üstə gəlinsin, törəmə, vuraq, x çıxaq, x0. Belə demişdik də müəllimlər. Özünü qoyaraq 5 minus x bölünsün x üstə gəlir 5. Üstə gəlinsin, törəməsi. Müəllimlər, burada törəməsi, nisbətin törəməsi kimi baxacaq da, çox güman ki. Nisbətin törəməsi, birincinin törəməsi bizə nə verir? Mənfi 1. Qoy qıraqda yazım da bunun törəməsi. Törəməsi bizə verir mənfi 1. Onun bizə də xatırlayayım. A bölünsün B-nin törəməsi, A-nın törəməsi çıxılsın B-ni B. Düzdür müəllim? Belə bir şey idi də. Müəllim, surətin törəməsi vur məxrəc, Hə, də, çıxaq, məxrəcin törəməsi vur surət. Bəli, x üstə gəl 5. U vurulsun V, U-nun törəməsi vuraq V, çıxılsın U vuraq. U vuraq, hələ də düstur, bəli. U vuraq V-nin törəməsi, o da 1-dir də onsuz. Bir də məxrəcin kvadratı. Məxrəcin də kvadratı, aysa. Bölünsün V kvadratı. Yəni belə idi, U-nun törəməsi vur V, çıxılsın U vuraq V-nin törəməsi, bölək V-nin kvadratı. Belə bir düsturuydu. İndi gedək həmin şey orada yazaq. Vurub açası olsaz, deməli, minus x, müəllimlər, sıx 5. Qoy, açımda burada da səliqəli.
Buradasın. Minus x minus 5 çıx 5 üstə gəl x. Elə müəllimlər? Bunu aldıq. Üstə gəl x. X-lar getdi. Aldım nə? Mənfi 10. Əgər hesablama səhv eləmədimsə mənfi 10. Bölünsün. Aşağıda da olacaq x üstə gəl 5-in kvadratı. Heç nə olsun da. X çıxaq x0. X çıxaq mənfi 4. Olacaq müsbət 4. İndi aparaq yerinə qoyaq. 5 çıx 4. Bu da aşağıda da 4 üstə gəl 5, 9. 9-da 1 üstə gəlinsin. X-ə 4 versək, nə edəcək? Müəllim, mənfi 4-dür ha o, elə bil. Hada mənfi 4-dür. Mənfi 4-dür. Məxrəcdə 1 olur. Hada 1 olur. Vurulsun mənfi, sürətdə mənfi 10. Yox. X üstə gəl 4. Buradan aldıq biz 9-da 1 üstə gəlinsin. Daha doğrusu çıxılsın 10 x çıxaq 40. Düzmü aldım müəllimlər? Düz aldım da. Burada səhv elədim. Birincidə mənfi 4. Burada 9. Yuxarıda olan mənfi 9. Ay sağ ol 9. Buradan da alırıq. Özü mənfi 9. Mənfi 9. Yox, mənfi 9 yox, müsbət 9 alıram. Burada 9 alıram. Burada mənfi 40 alıram. Cavab olacaq müəllimə. Mənfi 10x çıx 31. Düzdürmü yaparım müəllimə? Bu mənfi 9 eləyir. Bəli, müəllim. Müəllimə mənfi 9 niyə? Ay başa dönüm. Gətir yerinə mənfi 4 qoy. Yuxarıda olur müsbət 9. Aşağıda da olur 1. Nəyi mənfi 9-da mənfi 10? 9-da? Burası mən çaşıb 9-da 1 yazmışdım. Sardı getdi. Yəni bilirək də tənliyi yazırsınız, yerinə qoy hesabla. 39-u yazmırıq, çünki hesablamadır. Sonra bu birinə baxaq. Qabarıq 10 bucaqlı daxili bucaqlarının cəmi. Daxili bucaqların cəmi 180 vurulsun e-2 bərabərdir. Bir nə tapaq da 180 vurulsun 10-dan 2 çıxırsan 8. Adi düsturdur 64, 14, 1440. Bu da son. Mən yəqin ki 41-i yazmışdınız da, hə? 41 yazılmışdır, rasional su qüvvət idi. Mən yazmışam, kökdə 3 almışam, amma bilmədim. 9 üstü 3'də 1, mərmə. Vurulsun, üstü bax 2'dir, bu da 3'dür. 6'da 1, bölünsün, 3 üstü 6'da 1, bax səpət bundan gedir. Vuraq, 3 üstü 2'də 1, 6'da 1'lər gedir. 9 3'ün kvadratıdır, müəllimlər. 3'ün kvadratı bu da 3'də 2. Bunları bir-birinə böləndə 3 üstü 3'də 1 edir. Həmin şeydə kuba yüksəldəndə cavab elədi 3. Almışdınız da yəqin ki. 3. Bəli. Amma mən 3 yoxdur cavabda. Qoy görüm nəyi səhv eləmişəm. 3'də 2-dən 3'də 1. 3 alıram da mən. Harda səhv elədim? Mənim səhvimi tapın görüm. Bax, bir də eləyirəm. Bircə dəqiqə mənim ola bilsin. Qoy səliqə ilə yazım. Bax, 3 delə, 3. Bu ikinci dərəcədə, bu da 3. 3 üstü 6'da 1. Düz yazmışam da. Vuraq, 9 üstü 3'də 1. 9 da 3'ün kvadratıdır. 3 üstü 3'də 2 yazıram. Aşağıya düşürəm. 3 üstü 6'da 1. Vurulsun 3 üstü 2'də 1. Ha, burada 2'də 1'dir. Hə, mən orada səhv elədim. Baxın. 3 üstü 3'də 2'ni böləndə 3 üstü 2'də 1'ə, müəllimlər. Elə bil ki, 3'də 2'dən çıxırsan 2'də 1'ə. Ortaq məxrəcə gətirsək, 6'da 1. 3 üstü 6'da 1. Müəllimlər, 3 üstü 6'da 1'i də 3'ə vuranda, yəni qüvvətə yüksəldəndə eləyir 3 üstü 2'də 1. O da kökatda 3 deməkdir. İndi düz oldu. Almışdınız kökatda 3. Bəli, müəllim, onu da sizə var. Hadi şuradan cavab getdi. Gedək növbəti sualımıza. 42-yə. Bərabər yanlı düz bucaqlı 3 bucağın hipotenuzu 3'dür. Müəllimlər, hipotenuzu 3'dürsə, bilirik ki, A kökatda 2, yəni bura A'dır, bura A'dır, hipotenuz A kökdə 2'dir, bərabərdir 3'ə. A da bərabərdir 3 bölək kökdə 2. O da vurub açanda 3 kökdə 2 böl 2. Var mı elə bir cavab? A variantı. Bu heç.
Aşağıdakılardan hamısı 15'ə bölünür? Müəllimlər, eyni zamanda 3-ə və 5'ə bölünən ədədlərdir. 12, üstada gəl 11, 23, 28 bu deyil. 7 üstə gəl 7, 14, üstada 6 bu da deyil. 7, 7, 14, 18 budur bax, həm 3-ə həm 5'ə bölünür. Sonra hesablayın. LG, LG, müəllimlər, LG toplama onda bilirsiniz də şey deyirlər, vururlar. 8 vur 18. Aşağıda da 2'ni geri qaytarsaq, elbə ki 2 LG 2'də geri qaytarsaz olacaq LG 2'nin kvadratı, yəni LG 4. LG 4, bu da 3. Eləyir LG 12. Elə müəllimlər? Şeydə 8 vur 18 də 144 eləyir. Deməli yuxarı eləyir. Belə deyək də LG 12'nin kvadratı. 2 gəlir qabağa, olacaq LG 2, LG 12. Aşağıda da LG 12 var. Bunlar da getdilər, cavab oldu 2. Yazmışsınız da bunu elə? Bəli, Bəli, müəllim. rahat. Rahatdır. Olsun da sizə belə, valla belə bir rahat hardasa bir 30-35 dənə sual gələcək. Rahat ha. İnşallah. Həqiqətən gələcək. Gedərsiniz inşallah imtahanda görərsiniz. Alfa B nöqtələri alfa müstəvisi üzərində, C nöqtəsi isə neyse qoy bunu çəkeyim. Alfa B nöqtələri alfa müstəvisi üzərindədir. C nöqtəsi isə alfa müstəvisinin xaricindədir. Qoy olsun xaricdə. Əgər AB müstəvinin üzərindədirsə, AB 30. 100% belə bir şəkildə müəllimlər. Qoy görüm nə deyir burada bu. Bir dəqiqə müəllimlər. Belə bir şey çəkəcəm. Bax. A və B demir müstəvinin üzərindədir. Yazıram bura. C də xaricdədir hardasa. İndi deyir ki, A müstəvisi üzərində, C nöqtəsi isə alfa müstəvisinin xaricində. Əgər AB 30-dursa, bura 30. AC minus CB 25-dirsə, AC minus CB 25-dir. Belə deyək də, bura x deyək, burada x plus 25 deyək. C nöqtəsinin AB parçasına qədər olan məsafəni tapın. Müəllimlər, 100% bu Pifaqorada da gəlir, bu. Hə, məfərə müəllimə? Belə bir şəkildir bu. Başqa cür biz bunu tapa bilmərik. X-i soruşur da bizdən. Hə, müəllimlər? Başqa cür yol var mı burada? Mən görmürəm şəxsən. Üstə gəl 50x, üstə gəl 625 bərabərdir 900-ə. Buradan da alıram 2x kvadratı. Üstə gəl 50x. 900-dən 625 çıxanda nə qədər edirəm? 375 elə. Yox, daha doğrusu 275. Amma buradan bir şey almadım bax mən. Başqa nə fikirləşə bilər? Nəsə səhvim var, adi bir şeydir bu. Buradan da olur x kvadratı. Üstə gəlinsin 900-ə. Elə mi? Bu ilə bu gedir. 50x bərabərdir. 900-dən 625 çıxanda nə qədər edir? 275. Elə mi? Burada nəsə qəribə bir cavab olacaq. Olsun. Olsun. Müəllimə, demir axı C nöqtəsindən B-yə perpendikulyardır, onu demir. Başqa bir necə tapa bilərsiniz? Yaxşı, siz tapın. Necə taparsınız? Onu siz əvvəlki kimi çək. Müəllimə sualda. Peki o bərabərdir 25-dir. AC çıxaqsaydı bərabərdir 25. Hətta onsa bərabər götürmüşəm, o heç. Bəlkə də AC bərabərdir CB minus 25-dir, amma bilmirəm. Bax, bu cür getsə, müəllimlər, 170 başqa yol görürsünüzmü burada? Yəni, Müəllim, məsafə deyirsə, məsafə perpendikulyar olmalıdır. o heç C nöqtəsindən AB parçasına qədər məsafə deyirsə, məsafə perpendikulyarlıq o mənasıdır. heç. Amma biz bilmirik axı, Demir axı. Nəyi bilmirik, müəllim? Bax, müəllimə, mən dediyim yol budur. Müəllim, tapmışsınız da, müəllim, 5 kökü Müəllim, 11. AC ilə CB bərabərdir. Hardan bilirsən bərabərdir, müəllimə? Bunlar Müəllim, Peki, bərabər kitab var da, işarət. məndə. hə, Müəllim, Müəllim, kitab var məndə. tapmışsınız da, müəllim. İşte bunu da bilsiniz nətər tapacağıq. Heronla sahəni tapaq, müəllimlər. Heronla sahəni Bəli, tapaq, sonra H-la gedək. Başqa yolumuz yoxdur.
Deməli 30 vuraq h böl 2 sahəni göstərir. Bir də gedək Heronla tapaq. Çünki burada biz bunu çapda görmürük, ona görə eləyə bilmirdik. Yoxsa bərabər imiş bunlar. Sağ olun müəllim. Müəllimə, bu perpendikulyar onu yarı böləcək də 15 Yox. 15 oradan Ay sağ ol. Hə, doğrudan bərabər yanlıdır da. Mən niyə özümü öldürürəm Heronozu da qaçıram. bərabər Ay, yanı sağ ol. verin. Qəşəng müəllim. 15. 625-dən 225 çıxırsan 400, bu da eləyir 20. Всё. Bəli müəllim, heç Herona nəyə dəxli var ki? Amma Müəllim, 25 H 25 bucaq. Hadi hə. Amma 25 verməsəydi, məsələn 20 versəydi, buranı da tutalım. Onu mən deyən Herondan gedərdi. Amma belə də Heronu edirəm ki, siz demiş. 46. 5-dəki kiloqram konfeti 2000 manata aldılar. Mərmə tənasib quraq da bunu neyinirik daha yazıb. 5-də 2 2000 manat. 1 tam 2-də 1, yəni 2-də 3 x yazırsınız, tənasib edirik. Anlaşıldı mı? Bəli, müəllim. 7500-dür müəllim. Şurada. Yuxarıdakı 47-də də müəllimlər müxtəsər vurma düsturudur. A kvadratı minus B kvadratı. A minus B, A plus B. 10 min 12 çıx 4. Min 12 plus 4. Düzdür? 2016'dır. Şu. Aşağıda 508. 1016-nı 508-ə böləndə elə 2 buradan alınır müəllimlər. 1012 çıx 4 eləyir 1008. 1008-i də 2-yə vurursan 2016. Cücə variantı. Bu da asandır. İndi keçək 48. 48 necə maraqlı sual oxşuyur. Qoy baxın. Amma konkret sertifikasiya tiplidir ya müəllimlər bu suallar. Sadədir. Hə, bu sadədir. Bunu bu tərəfə keçirtdim 1. X üstə gəl 5. Kvadrata yüksəldirəm bərabərdir 1-ə. X mənfi 4-dür. Mənfi 4-ün kvadratı 16. Sıx 8. Müsbət 8. Asandıymış. Mən də bilmirəm nəsə qeyri bir şey eləyəcəm. Kubun teli budur. Müəllimlər tam səthin sayısı 6 kvadratıdır. Day özümü niyə öldürürəm ki? 6 vurulsun A kvadratı. 36-da yox. 6 vurulsun 6-da S kvadratı da müəllimlər. Cavab oldu S. Müəllimlər bərabərsizlik sistem şəklində olanda nə götürürdük? Kəsişmə. Amma o biri olanda heyət götürülür, birləşmə. Birləşmədə, heyətdə birləşmə. 4x böyükdür. 41-i 5-ə bölürsən eləyir 36. 41-dən 5 çıxırsan, nə daha doğrusu? X böyükdür 9-dan. Bu birində də o yüzden keçirdək 2x kiçikdir 38-dən. X də kiçikdir 19-dan. Gedək bərabərsizliyimizi qoyaq. Yoluçka götürəcəyik də müəllimlər. Sistem olanda yoluçka götürülür. 9-dan böyüklər gedir bura. 19-dan kiçiklər də gedir bura. 9 19 müəllimlər özü də alınır. C variantı. Yazmışdıq bunda. Bəli müəllim. Şu müəllimlər. Şu. Amma xeyli işlədi ya bu günlər elə. Müəllim, bu suallar tipində gələ bilər. Ehtimal Bu var ki, tipə belə gələcək. rahat. Keçən ilki tipinə gedin baxın müəllimə. Gedin keçən ilkinə baxın görəsiniz. Gedən müəllimlər bilirlər də. Keçən üçün kullanan baxmışıq da. Allah eləsin belə gəlsin. Müəllimə valla belə gəlir. Gedin keçən ilkinə açın baxın, təhlil edin. Özünüz müəllimsiniz də. Müəllim, biraz çətinə düşən kimi keçəninkinə baxıram, təskinini tapıram. Əlbəttə, zəhmət müəllimə, olmasa. valla. Asan olacaq. Bərabərsizliyi bir dənə göstərərdiniz, bərabərsizliyi axırıncıyı. Axırıncıyı mən Bəli, yol bərabər. elədim orada. Qoy görüm dalır qaytara biləcəm onu. Qoy görüm qaytara bilirəm. Budur mənim. Sileyim. Müəllimə bayaqki üç bucaqların sayını tapaq. Hə, oradan istədim biraz ondan işləyək. Baxın burada üç bucağın sayını. Özüm məncə bunları əzbərləmişsiniz. 12 dənə müəllimə. 42. Bula 5-ci gün. Ay məmur, həftədə nə tez fırlanır gəldi. 42. 40. 42'dir. Bilmirəm. Yox, bu əyrilidir. Hə, bunun adı əyrilidir. Deyil mi Əlbəz daha? Ben xeyr bir dakika. Yox.
Vay vay vay. Mən də BSG-ni yazıram bir vərəqdə. Yer çox. Artikulyasiya eləyirəm, bilmirəm. Burada sizə dərs keçirəm. Burada BSG yazıram. Mən 24 dənə tapdım. 42 dənə bəli. Keçin mən izaha. Mən də keçin. Bəli, Bəli, bəli. Baxın. Bak burada böyle bir şey yazacağım. 1, 2, 3. Aşağı 2 ilə başlamalı. 2, 3, 4. Həm də yadınızda saxlayın. Bax bu şua yaranan uçdan başlayırlar ha, həmişə bu uçdan. Ola bəlkə şəkili bəzən sizə belə verərlər müəllimlər. Bax belə verər. Buradan başlayar. Yadınızda saxlayın. Bax bu düyüncükdən başlayırsınız. Yaxşı? 3, 4, 5. Burada 4 ilə başlama. 4, 5, 6. Böyle de o 6. Buraya da 9. Buraya da 12. Buraya da 15. Toplayırsan 15, 15, 30, işte de 12 gəlirsən 42. Tapmışdınız mənlər? Bəli, bəli. Haysa. Gəlin bir dənə də tospişin 2 mərtəbəlisini eləyək gedək. Saat tez duracam müəllimlər. Deyirəm oradan bir adam olsaydı gəlib bizim bu çaydanın altını söndürərdik. Çaydan ağlaşma qurur. Bax bura gəlsin tospiş. Bu da K. Mən də bu çaydanın altını söndürürüm. İşte başımız oynatır bizi. Buradan ora gedir, oradan ora gedir. Onun salamat getməsi. Saat 2-dir. Sümsünür elə. Salamat getməsinə. Vay dedəcək olmaq istəyir mənimlə. İnşallah müəllimlər müsahibəyə hazırlaşanda var. Sevinəcəksiniz. Bir yaxın boyun boyunacaqsınız. Vallahi mən də yorğunam. İnan elə yorğunam. Amma neyini? Sizi tək də qoymaq istəmirəm. İnansız əlavə dərs keçməyəndə elə bilirəm ki, mən bu günləri nəsə yemək yeməmişəm, su içməmişəm. Belə bir vəziyyətdəyəm. Yazdınız? Yazır mı? Buyur. Bəli, müəllim. Sual keçirəm izaha. Kamyon 10-dan 4 olmuşsun 12-dən. Bizdə dəqiqə sağlamı. Hə. Müəllimlər, burada bir siz nə edəcəm? U. E. 4 dənə. Buradan hələ bir bunu eləyək. Tospik düz bucaqsızanda bilirsiniz də zapravka eləyir. 3, 6, 10. 10 faktorial bölünsün 6 faktorial vur 4 faktorial. Bu buradan müəllimlər. Sonra tospiş bax buradan bura getməlidir müəllimlər. U. Neçə dənədir? 4, 5, 6, 7, 8.
8 faktorial 1, 2, 3, 4. 12 faktorial əslində. Toplamda 12 dəxə. 12 faktorial bölünsün 8 faktorial vur 4 faktorial. Düzdür mü? Çocuklar 35 burada. Все. Məmnun da bunu da hesablayırsınız da. Buradan bura qədər gedir. Da indi hesablama hissəsi sizdir. Yaxşı? Yaxşı müəllimə, yaxşı. Ay, все. Da yəni bunu hesablayarsınız da. Orada çox güman ki, belə lap böyük ədədlər verməyəcəklər. Amma əslində hesablamaq olar nə var ki, məsələn 12 faktorial. 12 faktorialla bu getsin. 9 vur 10, vur 11, vur 12 qalsın. Düzdür məmnun. 6 faktorialla bu getsin. 7 vur 8, vur 9, vur 10 qalsın. Düzdürmü? Sonra 4 faktorial da 24 deməkdir. 72-ni 24-ə bölürsən 3 buradan. 4 faktorial 24 deməkdir. Buradan da buna aparırıq. Nə qalır? Neyse uzun bir ədəd aldım da. Neyse özümdən vermişəm axı. 21 vur 10 vur 45 vur 11. Neyse də belə bir ədəd aldım. Əsas odur ki, məğzini başa düşdünüz də məmnunlar, hə? Bəli. Ay, əsas mahiyyətini başa düşdünüz. Qutardı getdi. Sonra Yaxşı, gözünüz xeyrə qalsın. Allah hamımıza can sağlığı versin. İnşallah imtahandan keçək. Allah'ım bizə yazığı İnşallah. saat 2-yə qalıb, belə 1-ə qalıb biz oturmuşuq hələ. Biz de bu güne eybi koyan yox, olur. eybi yox. Mən Yaxşı, dedim gözünüz bizləri. xeyrə qalsın. Hamınızı öpürəm. Sağ olun. Sağ olun. Sabah həndəsə qrupunun müəllimləri Sağ olun. Müəllimlər nə olar? Sabah həndəsə qrupunun müəllimləri saat 05:30-da dursun. Həndəsənin müəllimləri. Allah ne yazan versin. Baş üstə. Sağ olun. Yaxşı. Sağ olun.